Sumadır bizim kəndimiz. Bədbərəmiz, bəndimiz, gözəldir bizim kəndimiz. Oya suma, köhnə suma deyərlər. Qız gəlini hicablıdır, uzun damən giyərlər. Süd, qatıq, pəni, kərə özündə, çallı dərə nə gizlədib özündə. Daim axar çayı var, öydəyi var, qazı var. Güllü çiçəkli, bağçası var, bağı var. Mənim də 3 ay yay günlərim, yaxçı, yaman günlərim, yağlı, yaban günlərim. Mədrəsədən qutulacaq, ciblər boş dayanacaq. 5-10 gün işləyərdik, cib xərcliyin ödərdik. Daim gələrdi şəhrə, bizi götürərdi kəndə. Gedib maşın ayağına, Əziz əminin sorağına. Minib gedərdi kəndə, xoşal olar da mən də. Nənəm vardı asiyə, sütü sağardı kasiyə. Pişirməmiş içərdik, küçələrdən süzərdik. Kilincağanc oynayıb züzübəni deyərdik. Söpəkdaş əlimizdə, yezindaş birimizdə. Quşları hey qovardıq, daş atardıq. Axşam olanda ancaq bulaq başı dolardı. Günün rəngi yavaş-yavaş solardı. Sində dolan cavanlar bulaq başına baxardı. Qaş göz edib, söz verib, söz alardı. Ağaç başı qarqaların yuvası, köl-kövşənin gözəlliyi, səfası, çöllərində bülbülləri oxurdu, şarxaçılar ulaqların qovurdu. İsaq dayım ağaçları yonardı, Zəndayım da çayda paltar ovaydı. İsaq dayım qutuları mıxlayır, Zəndayım da övdə kərə çaxlayır. Yaqub baba yerində var şorbaların tərəsi, gələr düşər kəhliklərin fərəsi, deyiblə qız gəlinlər bir şorbalıq hərəsi, heç boş qalmaz qız gəlinin sələsi. Səbilə nənə torpağı ələrdi, su qatardı, zığ bələrdi, gördüyü işdə gəlsin onun karına, təndi quysun, çörək yapsın öz sövdiyi yarına. Çalbayman müdür diyoruz kəndinə, uşaqları çəkər diyoruz səmtinə. Çalbayman qaşqabaqlı baxardı, o baxanda uşaq özün tapardı. Çalbay Bəhrəm gözəl duvay quyardı, axşam olacaq başın yuvub darardı. Həssasıdı danışdığı sözünə, yalançılar baxanmazdı gözünə. Tehran qağa ranəndəlik bilərdi, leysan minib yükün vurub sürərdi. Şuxluq edib ona buna söz deyərdi, keçəlidir başına böh giyərdi. Əyyub baba övdə Quran oxurdu, yad adamda səbət, sələt oxurdu. Sədəf nənə bir qurumuş gəriydi, canı yox idi, bir sümih bir dəriydi. Çalbaycavat mədənində daş vurar, axşam olacaq onamına baş vurar. Nənəm gəlib ildırım təh şaxardı, yağış kimi sözləri yağdırardı, sondan gedib namaz qılıb, dua edib yatardı. Xülasə, gün qoburu var babuqda solmaqda, qız gəlin də səhər tezdən durmaqda, mal heyvanı suvarmaqda, sağmaqda, bir iddəsi su gətirməyə bulaqda. Sondan durub köl-kövşənə çöçərdik, arpa noxud buğdaları biçərdik, bulaqların sərin suvun içərdik. Şad qalın, şad yaşayın. Sağ olun.